Bu da təzə köməkçim. Belə oğlandı. Hı? Başlayaq? Başlayaq. Hə, ver lan görüm. Hamını aldadı bax. Uşaqda fərasətə bax. Malades sənə. Basitleri görmüsünüz? Heç kəs onu görməyib. Ama ben görmüşəm. Yox ha, harda görmüsən? Kinoda. Vaqif, ay Vaqif. Ay bala dənizə getmə ha. Yaxşı. Bilmirəm hansı kitabı deyirsən. Deyirəm də Steven Salam əziz izləyicilər. Bugün sizə Azərbaycan kinosunun ən yadda qalan və ən təsirli filmlərindən biri olan Şərikli Çörək haqqında elə şok və maraqlı faktlar danışacağam ki, bəlkə də çoxunu ilk dəfə eşidəcəksiniz. Ən diqqət çəkən məqam budur ki, bu film sadəcə uşaq hekayəsi deyil. Əslində o, müharibədən sonraki dövrün ağır həyatını, yoxsulluğu və insanların çörək uğrunda mübarizəsini çox güclü şəkildə göstərən sosial dramdır. Filmdə uşaqların yaşadığı bəzi səhnələr o qədər real təsir bağışlayır ki, tamaşaçı sanki hadisələrin içində olur. Daha şok edən faktlardan biri odur ki, çəkilişlər zamanı uşaqların bir hissəsi peşəkar aktyor deyildi, adi məktəblilər idi. Ona görə də onların emosiyaları daha təbii və real alınıb. Bəzi səhnələrdə hiss olunan acılıq və çətinlik atmosferi isə filmin təsir gücünü daha da artırıb. Bu. Yok kartuşkadı. Vakif'in kartuşkası. Vakif! Vakif! Tapıldı. Senin kartuşkalarındı. Hardan tapdınız? Ana, bu bilirsiniz kimdir? Julikdir. Onu sizi anladıp siz de ona inanırsınız. Görmürsünüz ki köhne kartuşkalardı. Hiç çöreği de almamışam. Köhnədir. Ben hala almamışam. İtirmiştim. İndi tapmışam. İtirməyəydin. Bir dənə qalır. Götür apar. O da özümə niyə baxırsan? Götür get də. Yoxsa heç bunu da vermərəm ha. Bıçağımız var. Böl. Film 1969-cu ildə çəkilib və Azərbaycan Film Kinostudiyasının istehsalıdır. Filmin rejissoru Şamil Mahmudbəyov, ssenari müəllifi isə məşhur yazıcı Anardır. O dövr üçün bu film çox cəsarətli sayılırdı. Çünki uşaqların dili ilə ağır sosial problemlər açıq şəkildə göstərilirdi. Filmin əsas mesajı isə çox sadə, amma çox dərindir. Çörək tək olanda sadəcə qidadır, amma bölüşüləndə insanlıq olur. Şərikli çörək anlayışı burada həm dostluğu, həm paylaşmağı, həm də bir-birinə dayaq olmağı simvolizə edir. Bu film yayımlandıqdan sonra bir çox insanın çörəyə baxışı dəyişdi deyə qeyd etdiyi də maraqlı faktlardan biridir. Yəni, bu sadəcə bir kino deyil, həm də insanlara həyat dərsi verən bir əsərdir. Azərbaycan kino tarixində həm sadəliyi, həm də dərin mənası ilə seçilən, unudulmayan filmlərdən biri kimi qalır. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Əgər bu cür maraqlı və şok film faktlarını daha çox görmək istəyirsinizsə, kanala abunə olun, videonu bəyənin və növbəti videolarda görüşənədək. Sağ olun. İzahla 3 manat, izahsız 2 manat. Arif! Allah, bunu sənə verirəm. Kim attı beni? Yox bir. Bu da Vaqif üçündür. Şəhərin adı Jeneva, gözəlin adı Jeneviyeva. Fransız xalqı kef edir. Baden-Baden'in mavi geceleri. Baden-Baden'in mavi geceleri.